Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı diqqət çəkən açıqlama verib. O, hamı məni sevmək məcburiyyətində deyil deyərək fikirlərini bölüşüb. Zaurun sözləri canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Niyə yeyəsən ki? Elə deyil. Düz deyir də. Hə, elə gedib götürəcəm onun acığına. Onu yeməsəm də gedib. Şamız xeyir olsun. Sağ olun, çok sağ olun. Sağ olun, çok sağ olun. Bundan bir yana götürməsəm bir yana tutayım. Orada sağ olun deməsi var. Bunu yeməsəm də götürməliydim, yoxsa mən zaur olmazdım, ürəyim partlayar. Yəni gedim görüm başqa nə var. Belə sən deyən elə içməyə heç nə yoxdur, çaydan zaddan heç. Axşam su qoymurlar ki, çay qoy. Canlıdayım mən. Ona görə bizimkiləri çox göstərmirəm. Deyirəm birdən istəməzlər. Siz Azərbaycandan gəlmisiniz yoxsa başqa? Hardan? Hollandiya'da. Hollandiyada yaşayırsınız. Ha, nə gözəl. Neçə vaxtdır? Bizim uşaqlar sizin parası çıxardınız. Doğrudan. Sizi canlıda göstərsəm olar? Yox, olmaz. Niyə? Vəzifədə siz orada yoxsa? Yok yok. Ha. Вообще без Ha. Yaxşı. Okay. Çox sağ olun. Uşaqlarınıza salam söyləyin bizə. Sağ olun. Hollandiyadan gələn Azərbaycanlılarımızdır. Burada Hollandiyadan gəliblər bura. Hollandiyada Avropanın paytaxtıdır da, bilirsiniz. Getdim götürdüm. Qarım doyur, göz doymur. Tövbə elədi. Allah'a and olsun. Neyiniyim? Və mən bunu nətər qoyum, gedim burada. Məsələn, gedim nətər yatım. Bu burada qalsın, mən də gedim yatım. Sən elə indi acmısan, ay günə, düş gəl. Bu bəyənməni qaldırın da biraz. Ay Allah, elə bil ki, bu bəyənmə də bir dərd olub düşüb ortalığa. Nə olar hə, bir dənə? Bura Avropanın göbeği. Sloveniya. En sevdiğim ülke. $5.000 adam hamı birdən tıklama görək nə olur? 5.000 adam var və 5.400 adam var. 5.400 adam hal-hazırda məni izləyir. Sevən də izləyir, sevməyən də izləyir. Var da, sevənlərimiz də var, sevməyənlərimiz də var, gözü götürənlərimiz var, gözü götürməyənlərimiz var. Allah hamının canı sağ eləsin. Hamı məni, ailəmi, yaxınlarımı sevmək məcburiyyətində deyil ki. Və mən də heç kimiz, belə deyək də, hamını sevmək məcburiyyətində deyiləm ki, yalancı olar adam ki, məsələn desin ki, hamı kimisə sevir, hamı onu sevir, hamı ona nifrət eləyir. Nə hamı sənə nifrət eləyə bilər, nə hamı səni sevə bilər. İçində bu da var, o da var, qarışır bir-birinə. Sevənlər də var, sevməyənlər də var, sevən də olmalıdır, sevməyən də olmalıdır. Çünki belə olmasa, sən heç bir maraq kəsb etməzsən, onda deməli nəsə çatmır. Estağfurullah, mən indiləşdirmək istəmirəm, amma Allahın yaratdığı ən müqəddəs bizim peyğəmbərlərimizi belə sevənlər də olub, sevməyənlər də olub. Və bu günə qədər də bu belə davam edir. Sevənləri də var, sevməyənləri də var. Nə olsun ki, Allah Taala tərəfindən o müqəddəs hesab olunubdur və bu gün də biz ona hörmətlə yanaşırıq, sayğı ilə yanaşırıq. Amma sevənlər də var, sevməyənlər də var. Elə də elə deyil.
Eləmə belə. Ba, beni eyni şeyi təkrar yazvarsan. Bu pisliyi belə eləməklə Allah sənə nə verir? Bura müalicə mərkəzidir, hə. Sizə saçı uzun baby face yaraşır. Məndə baby face-lik qalır. Məndə Grand Daddy face deyir. Salam, nətərsiz? Getdiniz, gəldiniz? Necə idi? Xoşunuza gəldi? Aramızda değişiyor. Sağ ol, canlı açır, stolun üstünde böyle yumuşak. Onu dedən nə olar? Gel buradan de gidə. Canlıda göstərmişsin, yoxsa yox? Olar. Deməli, xalası qızı hardan baxır? TikTok'da bax, hardadır o? Hardadır? 500. Buradadır da. Ha, buradadır. Deyir, Zahır deyir, orada yumru şey götürübdü. Ged ondan götür gəl. Bax, TikTok'un canlısının xeyri budur. Görsünüz. Kişini göndəriblər ki, dur get Zahır canlı açıb, orada yumru şey yeyirlər. O nəsə tatlı görsənir. Ged ondan götür gəl. Çox sağ olun. Allah bizi sevənləri də sevsin, sevməyənləri də sevsin. Yenə deyirəm, tam səmimi deyirəm, Allahımıza and olsun. Mən özümü sevdirmək üçün heç vaxt mücadilə aparmıram. Mən nəyəmsə buyam. Həmişə olduğum kimi görünməyə çalışmışam. Çalışmamışam, olduğum kimi olmuşam. İnsan özü 364 min, 365 min bəyənmə. Cəmaət söhbətə qulaq asır, bəyənmə yaddan çıxır, hə? Ona görə. Dobro вечер. Sən ürəksən, çox sağ olun. Zar bəy, sizi çox sevirik. Allah sizi qorusun, çox sağ olun, təşəkkür edirəm. Müalicə mərkəzinin adı ilə Raqaşkadır. Gəlin bura, 50 dənə otel var. Hansını istəyirsiniz, qalın. Niyə olmur ki? Məni də sevməyənlər var, istəməyənlər var. İnsan ucaldıqca, yüksəldikcə, müdrikləşdikcə, müəyyən bir mərhələyə gəlib çatdıqca, mərtəbə demirəm, mərhələyə gəlib çatanda insanın sevməyənləri artır. İnsan dibdə olanda hamı səni sevir. Çünki aşağıdasan. Görürlər ki, ondan aşağıdasan, onlardan aşağıdasan və hamı sənə mərhəmətli yanaşır, hamı sənə sığal çəkir, hamı sənin yanında olmaq istəyir, hamı sənə dəstək olmaq istəyir. Elə ki, sən uzaldın, axşamınız xeyir. Elə ki, sən ucalırsan, görürlər ki, yox, bu ayaq üstə durmağı bacarır, bu qalxır, bu qalxmağı bacarır, o bacarıqlıdır, o qabiliyyətlidir, o güclüdür. Orada artıq başlayırlar yavaş-yavaş səndən uzaqlaşmağa, xainlik etməyə. Hə, bax belə. Ona görə də çalışın, həmişə güclü olun, çalışın, həmişə möhkəm olun. Qoy sizin yanınızda say seçmə adamlar olsun, amma sizi sevən insanlar olsun. 18 yaş verdim bu xanıma da, amma ki, demirəm də, yaşlı xanıma. Sonra deyərik. Nə qədər verərsən? Xanıma? Hə. Məndən 3-4 yaş balaca olar. Yox, mən 19-dan çox vermərəm. Mənim neçə yaşım var ki, mənim də 21-dir. Hə, gördün, mən deyən deyil. Axşamınız xeyir, gəldim. Yoxsa acmıram. Xoş gəldin, nəfəs. Gördüm mən siz boğazından Oy keçdim. Günay, buna bax, yığmışam balıqları bura. Denən bir dənəsi getdi Yoxsa boğazına. bir sən nə istəyirəm, o çuğundurdan yeyim onu. Get götür gəl, hə. Qəribəyəm, bilmirəm, yeyim. Bayaqdan baxıram yazdıqlarınızı, elə bilirəm ki, sizlə salamlaşmışam, öpürəm sizi. Axşamınız xeyir, nə yaxşı ki varsınız. Xoş sözlərinizə görə də təşəkkür edirəm. Baxırdım orada yazırdınız ki, sizi də Günay xanımı da çox Almaniyadan sevirik. salamlar. Öpücüklər. Bunun dadına bax, görün gözəl. Çox Qəşəngdir, amma böyrünə biraz tərəvəz lazımdır. Gəlirəm. Heç nə, Günay üzümüzün qoyması olmur da. Bunlardan götüzdür. Nə Ayşalar, gətirmirlər? görürəm, qiymətləri soruşanlar, 2 nəfərlik neçədir deyənlər, Faraon Travel. Girin baxın da ora. Mən maraqlandım, qiymətləri uyğundur. İndi deyirsiniz ki, bizi göndəriblər, ona görə deyirəm, amma girin baxın, paylaşmışıq. Faraon Travel doğrudan da əl çatan qiymət. Valla adam göndərəni tərifləyər də. Mən göndərən adam pisləməliyəm. Yox, doğrudan zarafat. Yox, bu adam əziyyət çəkir. Yox, mən Xərc baxdım. çəkir, xəsarət çəkir. Özdən. Məni göndərib bura. Getdiniz, gəldiniz. Mən durma onu pisləyir. Mən də onu tərifləməliyəm də, elə deyil.
3 Siz dəfə olsaydınız qidalanma ilə. tərifləməzdiniz. Yəni Avropada 3 dəfə qidalanma nəzərə alın. Yolda gələndə Avstriyada bir dənə salat yedim. Bol yedim. Neçə evro verdim ona deyəcəm. Ucuz idi. Bizim puldan 30, yenə bizə görə biraz Harcı bahadır. 22-23 manat elədi. Elə Bakıda da bolların qiyməti 30 22 manat manat. elədi. Yox, 23-25 manat Bakıda da. 15 evro yarım idi. Neçə sent. Elə Bakıda da elədi də. Amma burada 3 dəfə qidalanma ilə o turu təşkil eləyir faraon. Girin baxın. Zar qardaş, axşamın xeyir olsun. 16 yaşlı qızımız xərçəngtəcə Allah şəfa versin, Allah səbəb salsın. Direktə yazarsın. Əgər sərfəli qiymət deyilsə. Nətər göz? Mən bəyəm deyirəm ki, sərfəli qiymətdir, sərfəsiz qiymətdir. Mən deyirəm ki, təşəkkür eləyirəm ki, məni bura göndərmisən. Ay cəmaət, mütləq ondan uçun və yaxud da mütləq filan şeylə uçun demirəm ki.